İnsanların 95%-ı xarici dili səhv yolla öyrənir. Ona görə də uğurlu nəticəyə çata bilmir. Your brain stores language in two different memory systems. The first is declarative memory. The second system is procedural memory. And here's the crucial insight. Fluency lives in procedural memory, not declarative memory. Siz sözləri, qaydaları, dərslikləri oxuyursunuz və belə güman edirsiniz ki, tez bir zamanda danışmağa başlayacaqsınız. Amma belə öyrənmək sərbəst danışığa aparmır. Bəli, bütün öyrəndiyimiz bu qanunlardır, yeni sözlərdir, yeni ifadələrdir. Bunlar qısa yaddaşda yerləşdirilir. Ona görə də danışmağa cəhd eləyəndə siz düşünərək, cümlələri, sözləri seçərək danışırsınız və səhvlər edib susursunuz. Danışmaq bariyeri yaranır bunda və danışmaqdan qorxursunuz. Amma səlis, sərbəst danışmaq düşünməklə bağlı deyil. Bu avtomatik olan bir prosesdir. Öz dilimizdə də danışanda biz cümlələr qurmuruq, halları düşünmürük, şəkilçiləri quraşdırmırıq. Bu qanunlar, dilin strukturu artıq uzun yaddaşda yerləşdirilir və oradan gəlir səlis və sərbəst danışıq. Bu uzun müddətli yaddaşdır, bu şuur altındadır. Ora keçid yalnız praktika ilə olur. Səsli təkrar, davamlı məşq, imitasiya, dialoqlar qurmaq, sərbəst danışıq dil qanunlarını anlamaqla yox, məşqlə gəlir. Ona görə də dili öyrənmək yox, dili məşq eləmək lazımdır, danışmaq lazımdır. Əgər siz hələ də dili öyrənirsinizsə, onda çox güman ki, öz inkişafınızı ləngidirsiniz.